Salam dostlar. Bugün sizi Azərbaycanın ən qədim, ən zəngin və ən gözəl şəhərlərindən biri Gəncə ilə tanış edəcəyik. Min illərlə tarix, mədəniyyət və qəhrəmanlıqla yoğrulmuş bu şəhər həm də Azərbaycan dövlətçiliyinin, poeziyasının və sənətinin beşiyidir. Hazırsınızsa, gəlin Gəncənin yaddaşına birlikdə səyahət edək. Birinci fakt. Gəncə, Azərbaycanın ən qədim şəhərlərindən biri. Gəncə şəhərinin tarixi təxminən 2500 il əvvələ gedib çıxır. Əfsanəyə görə şəhər qızıl tapıldığı üçün Gəncə adını alıb. Gənc, qədim türk dillərində xəzinə, sərvət mənasındadır. 9-cu əsrdə ərəb mənbələrində Canzah kimi də qeyd olunur. Şəhər həm Şirvanşahlar, həm Eldəgizlər, həm də Qarabağ xanlığı dövründə mühüm mədəni və siyasi mərkəz olub. İkinci fakt. Gəncə bir zamanlar Azərbaycan dövlətinin paytaxtı idi. 11-ci əsrdə Gəncə Şəddadilər dövlətinin paytaxtı olmuşdu. O dövrdə şəhər ticarət, elm və sənət baxımından regionun ən mühüm mərkəzlərindən biri idi. Gəncədə zərbxanalar fəaliyyət göstərir, elmi mədrəsələr açılırdı. Bu dövrün abidələri, qala qalıqları, məscidlər və karvansaralar hələ də şəhərin qədim ruhunu qoruyur. Üçüncü fakt. Nizami Gəncəvi şəhərin əbədi simvolu. Gəncə adı çəkiləndə ilk ağla gələn şəxs Nizami Gəncəvidir. 12-ci əsrdə yaşamış bu böyük şair təkcə Azərbaycan deyil, bütün şərq poeziyasının ən parlaq simalarından biridir. Onun xəmsəsi Xosrov və Şirin, Leyli və Məcnun, İskəndərnamə kimi əsərləri yüzilliklərdir öyrənilir. Nizami Gəncəvinin mədəniyyəti bütün dünyaya tanıdılır. Bugün şəhərdə onun məqbərəsi, heykəli və adına muzey fəaliyyət göstərir. Dördüncü fakt. Gəncənin tarixi abidələri və memarlığı. Gəncə əsrlər boyu zəlzələlər, müharibələr, işğallar görsə də, öz memarlıq irsini qorumağı bacarıb. Şəhərdəki Şah Abbas məscidi, Çökək hamam, Cavad xan türbəsi, Gəncə qalası bu gün də tarix daşıyır. Xüsusilə Cavad xan türbəsi Azərbaycanın qəhrəmanlıq rəmzidir. Gəncə xanı Cavad xan 1804-cü ildə Rus işğalına qarşı sonadək döyüşərək həlak olmuşdu. Bu abidələr Gəncənin həm dini, həm də milli kimliyini təcəssüm etdirir. 5-ci fakt. Gəncə karvansaraları və qədim ticarət mədəniyyəti. Gəncə tarixən İpək yolunun əsas dayanacaqlarından biri idi. Burada karvansaralar, bazarlar və sənətkar emalatxanaları mövcud idi. Qədim mənbələrə görə Gəncə ipək, bürünc və qızıl məmulatı ilə məşhur idi. Bu gün də şəhərin mərkəzində yerləşən Gəncə karvansarası bərpa olunmuş turistlər üçün açıqdır. Bu şəhərin qədim ticarət enerjisini müasir dövrə daşıyır. 6-cı fakt. Xan bağları və Gəncə təbiəti. Gəncənin təbiəti və parkları əsrlərdir şəhərə fərqli bir gözəllik bəxş edir. Ən məşhur məkanlardan biri Xan bağlarıdır. Bu bağ 17-ci əsrdə salınıb və bu gün də şəhərin simvoludur. Burada qədim ağaclar, su hovuzları və tarixi pavilyonlar birləşərək əsl sakitlik mühiti yaradır. Gəncənin yaxınlığındakı Göygöl Milli Parkı isə təbiətin canlı muzeyidir. Buradakı mavi sular və dağ mənzərələri şəhərin romantik ab-havasını tamamlayır. 7-ci fakt. Gəncə müasir dövrdə. Sənət, mədəniyyət və elm şəhəri. Bugün Gəncə tarixlə deyil, həm də gənclik və yaradıcılıq ruhu ilə tanınır. Burada Gəncə Dövlət Filarmoniyası, Dram Teatrı, Nizami Muzeyi, kitabxanalar və universitetlər fəaliyyət göstərir. Şəhər 2017-ci ildə Avropanın gənclər paytaxtı seçilib. Bu qədim Gəncənin müasir dünyada da mədəniyyət və maarif mərkəzi olaraq qalmasının sübutudur. Gəncə sadəcə bir şəhər deyil, Azərbaycan tarixinin canlı ensiklopediyasıdır. Burada hər küçə bir dastan, hər bina bir hekayə, hər abidə bir yaddaşdır. Gəncə həm qədimliyin, həm yeniliyin rəmzidir. Əgər siz hələ Gəncəni ziyarət etməmisinizsə, bilin ki, siz hələ Azərbaycanın ruhunu tam tanımamısınız. Videonu bəyəndinizsə, kanala abunə olun. Bəyən düyməsini basın və növbəti videoda Şuşa, mədəniyyətin paytaxtını birlikdə kəşf edək.